Sərgidə iştirakçı ölkələrin coğrafiyası hər il genişlənir. Məhz bunun nəticəsidir ki, AITF 2013 sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 255 şirkət iştirak edir. Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ITA Group və onun tərəfdaşı ITEC Kaspiyan Məhdud Məsuliyyətli Cəmiyyətlərin təşkilatçılığı ilə keçirilən sərgidə Montenegro, Tayland, Tunis, Kanada, Mərakeş və Monakonun tur operatorları ilk dəfə iştirak edirlər. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alıblar. AITF 2013 sərgisində 20 ölkə milli stendləri ilə çıxış edir. Həmçinin sərgidə Azərbaycanın 20-dən çox rayonunun turizm potensialı nümayiş olunur. Diqqətə çatdırıldı ki, sərgiyə Dünya Turizm Təşkilatı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir. Qeyd edildi ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır. Turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumat açıqlanır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə yaxından tanış oldular.